onların arasında, Bətura xanım, üzr istəyirəm. Biz iki dənə məşhur müğənni tanıyıq, onların arasında bir məhkəmə oldu və məhkəmə sübut elədi ki, onların bir-birinin tərəfində ittiham elədiyi adamların bir-birinə zəngi olub. Mən bu gün də Bakseldən bunu rica edirəm. Bu günləri jurnalistlər var, bəziləri doğrudan da sizin kimi jurnalistikanı bitirmiş. Misal üçün, İntiqam bəyə biz deyirik ki, baş müəllimdir, düzdürmü? Amma bugün özünə o qədər müəllim deyənlər var ki, misal üçün də, bu günləri o müəllimlik statusunu bilir. Bu günləri jurnalistlər var ki, o jurnalist deyirlər. Bir Instagramda, TikTokda səhifə açıblar. O müğənni 300 manat verir, bir ay onu tərifləyir. Verməyəndən sonra onu verir. Bir gün mənə zəng vurur, deyir ki, səndən bir şey xahiş edirəm, bir nəfəri efirimə çağır, mən çağırmıram, yadımdan çıxır, mənə qarşı fikir bildirir. Mən lazım olan adiyyatı orqanlara şikayət etmirəm, çünki birisini etmirəm və bir insan əgər çörək pulusunu oradan qazanırsa, bu onun çörək pulusudur. Amma bilirsiniz, bugün jurnalistika o deməkdir axı 4-cü hakimiyyət ki, biz jurnalistlərdən qorxmalıyıq. Sizcə qorxmalıyıq mı biz? Yox, elə bir dünya yoxdur ki, jurnalistlərdən kimsə qorxsun, jurnalist ədalət prinsipasına yanaşmalıdır. Amma Bətura xanımın qeyd elədiyi sayt və həmin jurnalistin adını ki çəkib, özünüz bilirsiniz, hörmət bəslədiyimiz həm saytdır, baş redaktordur və jurnalistdir, siz də tanıyırsınız, mən də tanıyıram. İnanmıram ki, onlar birdən-birə eşitdiyin yazsın. Çünki bunu siz də bilirsiniz. Bax, hal-hazırda Könül bağlanıb bizim News 24-ün bugünkü baş redaktoru Rəna xanımdır. Bu 2020-ci ildə olub, 2020-ci ildə olub bu hadisə, müsahibə. 5 il bundan qabaq və bütün heyət dəyişibdir, yeni heyət gəlib. Orada linkdə yazdırma hansı jurnalist onu deyib, yazılmayıb. Əslində mən onda skrin eləmişdim. O məndə var bizdə. Efirə verə bilirsiniz. Yox, burada eləyə bilməyəcəm. Siz verin. Yox, bizdə var efir. Biz bir dəqiqə verək. Götürmüşük o müsahibəni. Verin efirə. Kimdirsə o yazıb, o yazını yazıb ki, bizə belə bir xəbərin altına öz fikirlərini yazır qəzeteci. Və sən o xəbərlə sən onu eləyə bilməzsən. Sən gəldib məni yaxaladın mı? Gördün mü? Bir şəklin var mı? Bir dəlilin var mı? O zaman deyərəm ki, yıx məni sürü haqlısan əlində bir dəlil. Sənin heç bir dəlilin yox ki, götürmüşəm demişəm ki, sənin atan filan kəsdir. Üzr istəyirəm. O da götürür yazır ki, filan kəsin atası budur. Belə şey var. Bətura xanım, sizin saytlara verdiyiniz həmin rəsmi nikah üzərində ailəliyəm və bu günləri münasibətlərimiz bitib. O məsələlərdən sonra... Münasibətim bitməyib, xeyr. Sizin verdiyiniz əmr yazıları... Neçə il bundan qabaq verib onu? Neçə il bundan qabaq? İllər öncə olub da. İllər öncə... 6 il bu adam burada yaşamayıb. Və heç kim Bəturaya zəng vurub, Türkiyə deməyib ki, nə yiyirsən, nə içirsən, nə yiyirsən orada və gələndən sonra belə ittihamları Bəturənin boynuna atmaq biraz düzdür. Həmin açıqlamanı Bəturə xanım... Saytlar bunu vaxtında İntiqam bəy var, familiyasını unuttum İntiqam bəy, bir qəzeteci. Türkanlıq deyil, bildim dedim. İntiqam bəy, mən oradan Türkiyədən dedim ki, İntiqam bəy, mənimlə belə bir problem var, belə bir şey söylürlər mənə. O qədər mənim o sağduyuma inandı ki, və bütün bir çox saytlara bunu paylaşdırdılar və mən təşəkkür eləyirəm. Mütləq ki, bu xəbər eşidilmişdir. Kimlər ki, mənə inanıb, mənim xəbərimi düzgün bir şəkildə yayınladısa, bugünkü gündə aradan illər keçməsinə rəğmən çox təşəkkür eləyirəm mən. İndi bəlkə siz bəzi şeylərdən uzaq qalmışsınız. Bari yazmısınızmı mənim barəmdə o saytda, o səhifədə, bu söhbətdən? Yazmısınızmı? Nə yazmısınız? Mənə də maraqlıdır. Əlbəttə ki, sizin verdiyiniz açıqlamaların hamısı dərc olunur. Yəni mənə inanıb yazmısınızmı onu? Mən yenə sizə deyirəm, bu günləri hər birimiz çiğ südənmişik. Hər birimiz. Mən sizin səmimiyyətinizə inanmağa çalışıram. Bayaq da dedim ki, Allahınız bilsin, özünüz biləsiniz. Sadəcə olar sizin susqunluğunuz... Mən neçə ildir, 6 ildir, 6 ildir eyni şey söylürəm. Bu xəbəri kim yaydısa, Allah'a bilsin, özü bilsin. Baxın. Bətura xanım, üzr istəyirəm sizdən Peyman bəy. Aygün bəylər haqqında dünən Yostur Aygün bir tanınmış bir aktörümüz bir fikir bildirib, əslində pis söz deməyib. Deyib ki, Aygün öləndən sonra mataq oldu. Yəni, əzizdə düz ambuz başlığını verişlər. Bacısı bir gün keçdi, susmadı. Mənə yazdı ki, mən sənin efirə gəlmək istəyim, sənin efirin baxımlıdır, fikrimi. Amma siz illərlə də buna susdunuz. Vaxtında gedib o saytın, o jurnalisti məhkəməyə verməyiz ki, bu böhtan, bu ağır bir böhtandır. Tarıq pək gecdir, mən onu məhkəməyə verə bilərəm. Yox, verə bilməzsiniz, biz niyə? Sayt ümumiyyətcə dəyişilib və başqa bir insana verilib. Bugünəcə o sayt... Sən kimsənsə, Allah bilsin, sən bil. Nə oldu, hazır olmadı? Həqiqətən Allah bilsin, sən bil. Belə bir şey necə yaydın, necə... Keşke mənimlə, valla yenə deyirəm, baxın. Desədi ki, sevgilisi olub, nəsə olub da, deyərdim, şimdi yazdı, bizi kimlərə yaraşdılar, ona yazdılar, buna yazdılar. Bilib bilmədən, deyərdim nəysə, amma bu söhbət ciddi bir söhbətdir. Sən məni narahat edirsən və bu 6 il içərisində bilirsiniz, əslində
ay bu qorxusundan gəlmir ya hər halda ölkəyə. Belə şeylər də yazırdılar. Belə bu əslində mənə verilən o sualı biraz da özüm də açıqlamaq istədim ki, yəni ki, mən bu qorxumdan falan deyim. Mən sadəcə ölkədə olmamışam. Həmin anda niyə sərt reaksiya vermədi saytlara? Yoxsa gözlədiniz ki, bu qalmaqal daha da böyüsün, gündəmdə qalasınız? Xeyr. Və niyə vaxtında yox idi? Başa düşdüm, amma həmin anlarda saytlar ki, yerindədir. Orada telefon əlaqəsi yarada bilir. Videomu da çəkmişəm. O video da hal-hazırda mənim kəndi öz səhifəmdə durur. Bir çox səhifələr paylaşdı mənim o videomu. Mən açıqlamamı vermişəm. Gerəkən sözü də demişəm. Necə verməmişəm? Elə şey mi olar? Yəni hər halda həmin saytı vaxtında məhkəməyə versəydiniz, belə bir qalmaqallar yaşanmazdı. Bu gün də illərlə davam edir həmin məsələlər. Nə olar 30 il sonra da kiminsə söhbəti çıxır, onu paylaşırlar. Kimsə nəyəsə səhv yazıbsa, bugün mənə soruşursa, cavabını da verirəm. Qardaş, mənim bu işlə bir yaxından uzaqda. Əgər sizin vecinizə deyilsə o yazılanlar, sizə niyə bu qədər təsir eləyir? Niyə təsir eləyir? Çünki gic-gic yazanlar var, üzr istəyirəm ifadəmə görə. Yazanlar var, ağzına gələn yazanlar var. Mən bu dəqiqə burada patladım ha. Bax o yazanların bilib-bilmədən insan üstünə şər atmalarını, bax buna dayana bilmirəm. Mənim reaksiyam budur. Ya siz bilirsiniz sizin barənizdə bu informasiyalar, bu ithamları kimlər səsləndirir? Heç Bəturə xanım. Ya da məqsədli şəkildə susursunuz ki, biraz da gündəmdə Peyman bəy, bir sual verəcəyim. İki variantı var. Onda siz bilirsiniz. Siz bilirsiniz bu şayələri kim yayır? Sizin o qadını bilir də bir dənə. Sən hardan bilim ay qardaş? Bayaq qeyd elədiniz ki, mən bilirəm ki, mənim barəmdə bu informasiyaları verənlər kimdə, hardan qaynaqlanır? Xeyr, mən elə bilirəm ki, elə bir şey demədim. Yox, xanımın adını dediniz ki, jurnalistdir. Hər halda o jurnalistlə bir Azərbaycana gələndən sonra görüşərdiniz. Deyərdiniz, bala, bu informasiyanı sənə kim verir? Mən bu dəqiqədə o xanımla yenə görüşə bilərəm. Kimdirsə, mən bir dənə onun adını sən çıxardım. Yox, niyə deyərəm ki, gəl görün bura, sən nəyə görə mənə belə bir şey yazmısan? Ən azından iki qadın kimi qabaq-qabağa gələrik. Sonra o xanımla siz elə bir təşəbbüs irəli sürdünüzmü? Həmin jurnalistlə mən görüşüm. Qardaş, mən bu söhbətin açılmasını istəmirdim. Başa düşmür ki bu. Açılmayan söhbət illərdir davam edir. Necə istəmirsiniz? İstəmirəm də açılmasını. Qazetəci mənə sual verir, mən də cavab verdim. Lənət olsun dedim, cavabladım. Əslində bu məsələ İsa bunu gündəmə gətirdi. Başa düşmürsünüz. Siz başqa tərəfə çəkirsiniz. Mən deyirəm ki, niyə o jurnalistlə görüşüb? Siz hardan tapsın onu? Allah belasını versin, görüşmürəm. Yazan jurnalistin tapa bilmiyor, adı yoxdur orada. Saytı bilirmi? Saytı bilir. Türkan xanım da buradan zəng vurub. Türkan mənim illərlə dostumdur və deyir ki, telefonum susmur. Hamı mənə zəng vurur, hal-hazırda veriliş gedə-gedə və mən buradan hər kəsə təşəkkür bildirirəm ki, verilişimiz bizim o qədər mən o reyting cihazlarını qoyaq kənara, amma o qədər gündəmdədir ki, bugün veriliş gedə-gedə Türkan deyir, telefonum susmur. Türkan Məmmədlinin bu söhbədə heç bir adiyyəti yoxdur. Türkan Məmmədli illərləndir News 24-də işləyir və jurnalist kimi, peşəkar jurnalisti və heç bir bu söhbətə adiyyəti yoxdur. Biz bir neçə dəqiqədən sonra 5 il bundan qabaq olan Bəturə xanım haqqında yazılan bir kadr var, onu indi verəcəyik orada ki, News 24-də nə yazılmışdı, amma İntiqam bəy, Ağa bəy, İlk sualım. Siz bu camiada 40 ildir varsınız da hər əvizdə, bəlkə də çox. Yüzlərlə müğənnilərin kimi ilə eşq yaşadığını görmüşük. Söhbət bunlardan getmir ha. Bugünəcən də yaşadıqları var ki, duet ortağı deyərək çıxırlar efirə, amma duet ortağından çox sevgilidirlər. Bunları bilirsiniz. Bu günləri altdan kiminsə yaşlı vaxtında, misal üçün yadınızdadır, o vaxtı heç kim demirdi ki, Tacir müəllimlə Fədaya Laçının arasında bir eşq var. Amma elə ki, nanəliyə çıxdılar, biri dedi, yox, mən bura bir zəhər qatmalıyam. O söhbəti bıraxdı gündəmə. Yadınızdadır da. Niyə belə şeylər baş verir? İntiqam bəy, müğənniləri, bax, Bəturə xanım bugün qayıdıb Azərbaycana, efirlərə çıxıb, Sahib müəllimə söhbəti qutardı, nə oldu? Dedilər, indi Bəturəni biz necə vuraq? Hansı, indi neyə yiyək? Bu yada düşdü. Niyə belə şeylər olur İntiqam bəy? Birinci sizə bu sualımı vermək istəyirəm. Mən onu bilmirəm, həqiqəti doğrudan deyirəm. Mənim çox tələbələrimlə duetlərim var. Yox, tələbədən söhbət getmir. Bax, sizə bir də vəfa çıxıb dedi ki, heç deməmişdi, sizə hədiyyə alıb, siz özünüzdən əsəbləşdiniz ki, eləməyən şey mənim boynuma niyə qoy, mənə heç kimi şey almayıb, pul da verməyib, heç nə. Sizi narahat elədi bu. Bəli, mən Vəfa demədiyi sözü amma bu da eyni şeyə gəlir çıxır. Yox, Vəfa maşını almışam demədi ki. Bəs onu deyiləndə bunu kimsə fərziyyə olaraq dedi də. Oturmuşdular, tanıdığınız adamlardı, 2 nəfər oturmuşdu, hətta kartına pul verib, vurub. Məndə Vəfanın və Şəbnəm Mahmudova vardı, indi İnci Mütəllimzadə kimi gedir. Onlardan 17 yaşında duet eləmişdim 2 qızdan, İnci qrupu. Belə bir şey eləmişdim. Vəfanı sıfırdan başlamışdım. Do, mi, sol, mi, do. Səsini düzəltmişəm, nota oturtmuşam. Sonra gedib toyxanaya. Yəni, dedilər qız haqqındakı qızın səsi yoxdur. Mən dedim qızın 2 oktava 2 not səsi var. Nə oxuyur, özü bilər.
Camaat gedir toya, pul qazanmağa gedir də. O qədər gözəl səsli adamlar var ki, toya getmir, camaat istəyir pul qazansın. Sonra biz oyla bir duet oxuduq. Yadınızdadırsa. Yadımda. Mənim keçmişdə oxuduğum Ömrün illəri mahnısı var. Sən Bəli. də tufanla oynama deyirlər. Sən də tufanla oynama. Bəli. Adı mahnının əslində Ömrün illəridir. Nəysə, biz bunu oxuduq. Hə, başladılar qızı tərifləməyə, belə. Sonra verilişin birisində yenə dedilər ki, belə. Dedim, istəsəm mən ona Arya'da oxutduraram. Onu oxutur, onu bilirik. Hə, yox, Biz burada nəyin sualım nədən mənim? Bu günləri hardansa bir jurnalist çıxıbsa bu ki, ağa vaxtı ikən filan müğənni ilə nə bilim xoşu gəl bunun. Ağa deyir ki, bu nədir? Mən bu yaşımda bu söz mənə. Yəni sizə olunmayan bir şeyi jurnalistlər yəni yazıldı da bu ki, Vəfa maşını alıb, nəmsən də çıxdın da mənə heç kim maşını alıb. Bəli. Yəni bu günləri misal üçün də hamı efirə çıxan ya Vəfaya söz atır, ya Şəbnəm Tozluya söz atır. Ya İnciyə söz, nəfəsə söz deyir. Yəni bu günləri mən deyirəm, siz niyə yuxarıda oturanlara misal üçün show biznesdə qaymaqlar sırasında olan Günay İbrahimi var, İbrahimli, Sevda Yəhəyeva var, Əminə var, bir çoxları. Niyə onların adını çəkmirlər? Çəkinirlər mi onlardan? Bilirlər ki, Şəbnəmdir, Vəfadır, Nəfəsdir, çılğındılar, cavab verəcəklər, gündəmdə qalacaq. Peyman bəy, niyə məhz onların biri çıxıb demir ki, misal üçün, popularlardan da Zamiqə söz deyən yoxdur, Faik Ağayevindi, düzdür, o xalq artistuna hər adam da durub intellektual səviyyəsi çatmayacaq. Niyə o təbəqəyə söz deyə bilmirlər? Bu bursları bütün gün yıxıb sürüyürlər. Çünki onlar özləri ucuz şovlara getmirlər ona görə. Burada da məntiq var. Hərə bir cür gündəmdə qalmaq istəyir. Bu günləri belə xəbərlər gündəm olur, nəinki incəsənət. Bu günləri İntiqam bəyin oxuduğu mahnı heç ki o maraqlı deyil. Amma İntiqam bəy Vəfa ilə özünün illər öncə möhürünü vurduğu mahnını oxudu. O daha gündəmə gəldi və İntiqam bəyin baş müəllimliyi qaldı kənarda. İntiqam bəy Vəfa maşın verib manjet oldu bütün. Yüz minlərlə baxışı oldu buna. Yəni boynumuza alaq ki, bu günlər o adamların adı daha maraqlıdır camiyyəyə. Milyon baxış oldu. Milyon. Bu günləri İntiqam bəyə maraqlı deyil ki, TikTokda onu 5 nəfər izləyəcək. İntiqam bəyə maraqlıdır ki, 5 dənə ziyalı ona qiymət verəcək. Bu reallıqdır. İntiqam bəyə Tolik qiymət versin, İntiqam bəyə sənətkarlar qiymət versin. Digər insanlara qiymət versin. Siz Bəturə xanım sənətkar sayırsınızmı? Bəli, Bəturə Bəs onu xanım. niyə düşünürsünüz ki, sənətkar yalan danışa bilər? Mən sizə olan bir şey deyim. Çünki çox sənətkarlar yalan danışırlar efirdə vaxtında. Əlbəttə ki, danışa bilərlər. Mən bayaq da qeyd elədim. Dedim, Bəturə xanım, sizin səmiyyətiniz, amma sadəcə olaraq Allahınız bilsə, özünüz biləsiniz. Keşke siz məni daha doğru yaxından tanısaydınız. Əgər siz məni tanısaydınız, siz bilərdiniz ki, mənim aramda belə bir şey əgər olmuşdusa, mən bunu söyləyəcək qədər də qürurlu xanımam. Bunu unutmayın. O göydəki Allah da bilir, mən də bilirəm, məni tanıyan da bilir, evladım bilir, yoldaşım bilir, anam, bacım bilir. Bu söhbətdə mənim adım varsa, Allah mənim min bəlamı versin. Mənim ölən anama, atama nəhlət olsun. Əgər ki, bir dəqiqə, çünki artıq bıçaq kemiyə dayandı. Mənim bu işdən xəbərim varsa, belə bir şey olubsa.